Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsi başlayır. Bu inkişafın önündə isə yerli və beynəlxalq təcrübəni uğurla birləşdirən Dongfeng Improtex dayanır. Ölkəmizin işğaldan azad edilmiş Cəbrayıl rayonunda inşa edilən müasir zavod yaxın vaxtda fəaliyyətə başlayacaq. Bu müəssisə yalnız istehsal mərkəzi deyil, həm də iqtisadi inkişafın, innovasiyanın və yeni imkanların simvoludur. Zavodda 50 at gücündən 240 at gücünə qədər müxtəlif təyinatlı traktorlar istehsal olunacaq. Müasir texnologiyalar əsasında hazırlanan bu texnikalar yüksək məhsuldarlıq, yanacaq səmərəliliyi və uzun ömürlüyü ilə seçilir. Kuba will be the beginning, and later we will. Qubanı əsas seçməkdə məqsədimiz ondan ibarətdir ki, Quba Azərbaycanın ən vacib kənd təsərrüfatı regionlarından biridir. Həmçində burada böyük tələbat var həmən texnikalar üçün. Hal-hazırda 16 nəfər işçi var. Onun 2 nəfəri Çin vətəndaşıdır, digər 14 nəfər hamısı yerli əhalidir. And give the farmers the high quality. Şirkətin məqsədi yalnız texnika istehsal etmək deyil, Azərbaycanın 8 əsas iqtisadi regionunda yaradılacaq filial və nümayəndəliklər vasitəsilə müştərilərə operativ servis xidməti, texniki dəstək və ehtiyat hissələri təminatı təqdim olunacaq. Bu layihə yüzlərlə yeni iş yerinin yaradılmasına, ölkədə istehsal potensialının güclənməsinə və kənd təsərrüfatı texnikası üzrə idxaldan asılılığın azalmasına xidmət edir. Dövlətimiz tərəfindən sahibkarlara, fermerlərə yaradılan bu subsidiyalarına bağlı, güzəştlərlə bağlı bizim birgə müəssisəmizdə də keçərlidir və bütün bunlar hamısı fermerlərimiz üçün daha da kənd təsərrüfatı sektorunu inkişaf etdirmək üçün yaradılan bir şəraitdir. Mən buradan bizim sahibkarlara, fermerlərə müraciət edirəm ki, Azərbaycanın şimal zonasında bizim yeni açılacaq bu filialımızdan yüksək səviyyədə yararlana bilərlər. Şirkətin ilk regional filialı Quba rayonunda fəaliyyətə başlayıb. Açılış mərasimində yerli fermerlər, sahibkarlar və kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Tədbir zamanı şirkət rəhbərliyi tərəfindən müəssisədə istehsal olunan traktorlar haqqında ətraflı bilgi verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, yeni filialın istifadəyə verilməsi bölgə fermerlərinin müasir kənd təsərrüfatı texnikasına çıxışını daha da asanlaşdıracaq. Açılış münasibətilə şirkət tərəfindən xüsusi endirim kampaniyası da elan olunub. Kampaniya çərçivəsində təqdim edilən sərfəli qiymətlər tədbir iştirakçılarının böyük marağına səbəb olub. Fürsətdən yararlanan 4 fermer açılış günündə traktor alışı həyata keçirərək kampaniyanın ilk müştəriləri kimi qeydə alınıblar. Şirkət nümayəndələrinin bildirdiyinə görə 90 at gücünə malik bağ traktorları hazırda 7500 manat güzəştli qiymətlə təklif olunur. Yeni satış məntəqəsi Quba şəhəri Vaqif küçəsində fəaliyyət göstərir və region fermerlərinin müasir kənd təsərrüfatı texnikalarına çıxış imkanlarının genişlənməsinə xidmət edəcək. Çingiz Qədimli üçün Şuşalı Qafqaz TV üçün.